Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. Qəbir əzabı nə vaxta qədər çəkər? İnsan dünyadan köçəndən sonra insanı qəbrə qoyurlar. Qəbrə qoyulanda buyurulur ki, ilk gecə qəbir əzabı olur, qəbir insanı sıxır. İndi sən yaxşı insan olubsan, mömin insan olubsan, mömin insan, yaxşı insan olduğun halda qəbrin əzabı da fərqli olar. Yəni, yaxşı olan birini, bir peyğəmbəri Allah niyə qəbirdə sıxsın ki? İmamları Allah qəbirdə niyə sıxsın ki? Onlar qəbrin əzabını görəcək bir şey etməyiblər ki, Allahın Rəsulunun səhabələri, dövrünün böyük vəliləri, övliyaları, onlar nə ölərkən ölümün acısını dadmazlar, nə qəbirdə o qəbrin əzabını hiss etməzlər. Amma mələklər gəlir sənin üzərinə vahiməli formada, qorxulu formada, biri xeyir mələyidir, digəri şər mələyidir. Səndən soruşur, Rəbbin kimdir? O gələn vahimədən bir qorxursan, xeyir mələyi başlayar kömək eləməyə. Sənin Rəbbin Allahdır, sənin Rəbbin alimlərin Rəbbi olan Allahdır, kitabın Qur'andır, qiblən Kəbədir. Bunları deyər, kömək eləyər. Əgər sən yaxşı insan olubsansa, yaxşı insan olduğun halda buyurulur ki, cənnətdən bir pəncərə açılar. İndi o mənəvi bir pəncərədən söhbət gedir. O açılan pəncərədən sənin qəbrinə xoş ətirlər, xoş iylər gələr. O xoş gələn ətirlər sayəsində də sən qəbrində bir rahatçılıq hiss edərsən. Əgər pis insan olubsansa, burada bunu da düşünməyə ehtiyac var. Qəbir insanı sanki divara bir mismarı çalanda, o divar mismarı necə sıxır? Çəksə əlimizdən çıxarda bilmərik, çünki o divar mismarı möhkəm sıxır. Qəbir də o insanı o cür sıxar və cəhənnəmdən bir pəncərə açılar. Cəhənnəmin üfunətli iyi həmin qəbir sahibini qiyamət qopana qədər narahat edər. Bərzəx pərdəli aləm deməkdir. Yəni, qiyamət qopana qədər, indi nə qədər qəbirlərdə olan insanlar varsa, onlar bərzəx həyatı, pərdəli bir həyat yaşayırlar. Belə deyək, birini tutublar, hələ ona hökm oxunmayıb ki, sən türmədə 10 il qalasan, 15 il qalasan, amma belə doğru desək, Kürdəxanaya göndəriblər. Orada bir 3 aylıq, 5 aylıq gözləmə bir müddəti vardı. İnsanın bərzəx həyatı da gözləmə müddətidir. Hələ hökmü oxunmuyor. Hökm artıq qiyamət qopdu. Bütün qəbirlərdə olanlar çıxdı, diri olanlar öldü, təzədən sur üfürüldü, hər kəs dirildi və Allahın huzuruna gəlir. O yaxşı əməl sahibi qəbirdə cənnətdən ki, bir pəncərə açılmışdı, gözəl iyilər hiss edirdi. O deyər ki, nə üçün mən dirildim, təzədən qəbrimdən çıxdım, əslində rahat idim, yerim rahat idi. Hələ onun mükafatı cənnət olacaq, qəsrlər olacaq, saraylar olacaq. Cənnətdən gələn ətirə görə hələ rahat idi. Bir də cənnətin özünü görəcək. Cəhənnəm o qəbri sıxan ki adam var idi. Qəbir əzabı onu sıxırdı. Həmin insana deyər ki, çox şükür ki, xilas oldum. Halbuki hələ cəhənnəmin atəşinin özünə girəcəkdir. İnsan yaxşı insan olubdur. Bəzən dünyadan köçəndə ağır can verir. Biz deyirik ki, gör nə pis əməl sahibidir ki, o ağır can verir. Xeyr, belə deyil. Əslində, bəzi o insanın günahları olub, ağır can verəndə o günahları tam təmizlənir ağır can verməklə, Allahın huzuruna təmiz çıxmış olur. Və yaxud da ağır can verməklə də təmizlənməyəndə bərzəx həyatında müəyyən əziyyət çəkir, məhşərə, yəni qiyamətdə Allahın huzuruna gələndə artıq təmiz gəlmiş olur. Yox, əgər məhşərdə də bu insanın əməlləri tam təmizlənməsə, o zaman cəhənnəmdə 2 ilmi, 3 ilmi, 5 ilmi, 10 ilmi bilmirik, o qədər əzab əziyyət çəkər. Cəhənnəmdən çıxanda onun üzünə, alnına bir odla bir işarə qoyarlar. O cənnətə girdiyi zaman cənnət əhli tanıyar ki, bu cəhənnəmin əzabını, əziyyətini görüb gəlmiş insandır.